Texnologiya qadınlara bizneslərini daha müstəqil şəkildə qurmağa və inkişaf etdirməyə necə kömək edə bilər? Texnologiya qadınlara mühüm rol oynayır ümumiyyətlə bu sahədə. Çünki onlara bazara çıxışda vasitəçi olmadan daha tez əlçatan olmasına kömək edir ki, bu da onlayn satışlar vasitəsilə onların belə deyim, daha rahat yolla bazara çıxmasını təmin edir. Qadın sahibkarların yolun ilkin mərhələsində ən çox hansı dəstəyə ehtiyacı olur? Düşünürəm ki, qadın sahibkarlar yolun ilkin mərhələsində olarkən, yol xəritəsini belə deyim, hazırlayarkən onlara puldan çox istiqamət önəmlidir və onların istiqamətə daha çox ehtiyacı olur. Bugünkü iqtisadi şəraitdə qadın sahibkarların uğur qazanması üçün ən vacib bacarıqlar hansılardır? Ən vacib bacarıqlar, belə deyim də, sahəsi üzrə bilikli olması, təcrübəli olması, dayanıqlılığı, belə, bu qədər. Siz bir sahibkar qadın kimi bu sahəyə yeni başlamaq istəyən qadınlara nə tövsiyə edərdiniz? Tövsiyə edərdim ki, səbirli, dözümlü olsunlar və məqsədə gedən yolda atılan daşlara çönüb baxmasınlar.